Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn 1.391.709 nəfər əcnəbi turist burada 6.557.413 gecə keçirib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi gecələmələrin 35,6% və ya 2.337.113 gecə özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə qalan turistlərin payına düşüb. Qeyd edək ki, rəsmi məlumatda da adı çəkilən bütün ölkələrdən Azərbaycana gələn turistlərin burada özlərinə və ya ailə üzvlərinə məxsus evi olub. Öz evlərində qalan turistlər ən çox Omandan gəlib. Omandan gələnlər Azərbaycanda ümumilikdə 72.897 gecə keçiriblər və bunun 44.611 gecəsini, yəni ümumi gecələmələrin 61,2%-ni öz evlərində qalıblar. Öz evlərində ən az gecələyənlər isə Hindistandan gələn turistlər olub. Hindistanlı turistlər Azərbaycandakı gecələmələrinin yalnız 9,8%-ni öz evlərində keçiriblər. Özlərinin və ya ailə üzvlərinin evlərində qalan turistlər Azərbaycana bu ölkələrdən gəliblər.